Bismillahirrahmanirrahim. Hər qətrə gəlib vəsli bu dərya ola bilməz. Hər qozanın əl keyəd bəyza ola bilməz. Hər bir sərupa Həzrət Musa ola bilməz. Dara çəkilənlər necə İsa ola bilməz. Nisvan-ı cəhan Məryəm-u Sara ola bilməz. Bunlar hamısı heç biri Zəhra ola bilməz. Salam ərz edirəm, hörmətli bacı qardaşlarıma, bütün Azərbaycanlılara, dünyanın hər yanındakı vardılar. Ağamızın mövlüd günü, Həzrəti Zəhranın anadan olan günü, hamımıza təbrik deyirəm. Ağamızın, Həzrət Ayətullah Seyyid Əli Ağa, Hüseyniyə Milaninin xidmətindəyik. Bu günləri inşallah ağa sizlərlə salamləlik eləyəndən sonra Həzrət Zəhra barəsində balaca, qıssa, konkret sual verib ağadan cavabınızı inşallah alacağıq. Ağa, Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. والصلاة والسلام على خير خلقه وأشرف بريته محمد وآله الطاهرين لا سيما بقية الله في الأرضين ولعنة الله على أعدائهم أجمعين. السلام عليكم ورحمة الله وبركاته. Ağa, təbrik ərz edirik. Həzrəti Zəhra salamullah aleyhanın viladət günün, anadan olan günün suallarımızı birinci belə başlayırıq ki, Həzrəti Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləmdən bütün müsəlmanlar, bütün firqələrdə hamısı rivayətlər və hadisi nəql edirlər Həzrəti Zəhra salamullah aleyhanın hörmətinin barəsindəki necə müsəlmanların Peyğəmbəri belə hörmət edilmiş və əcib-əcib hadis nəql edilir. Onlardan bizlərə siz qənaət eləyəsiniz, oxuyasınız, tərcümə eləyəsiniz, izah buyurasınız. Bizim inşallah mərifətimiz daha da artıq olsun Həzrəti Zəhraya inşallah. Ərz edeyim ki, hədisdən qabaq işarə eləyirəm neçə dənə ayəyə Qur'an-ı Məciddə. Qur'an-ı Məciddə neçə ayə vardı, məxsusən ki, istəyirəm işarə eləyim. Bu ayələr Əhl-i Beytə nazil olubdur. Bəli. Və Həzrəti Zəhra salamullah aleyha Əhl-i Beytin anasıdır. Bəli. قوله تعالى إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. Bu ayet ki maruftur bir ayet tathir Ehl-i Beyt'in barəsindədir ki Hazreti Zəhra sallallahu aleyha ve Peygamber Ekrem ve Haseneyn ve Emirul Müminin aleyhimussalam kadri müteyakkandır fiilen ayet-i tathirde ve bu ayet delaleti vardı ver ismet-i Hazreti Zəhra. Qətən bunlar, bu ayə mistaqı, yəni bu buzurvarlar ki, siz buyurdunuz, böyük ağalarımız və Həzrəti Zəhranı tutur bu ayə. Əlbəttə, imamları, hamıya imamları tutur bu ayə. Yəni, fiilən qədri müteyakkan o vaxtı ki, bu ayə ənibdir Allah Teala'dan, bunlar vayılmışlar Əhl-i Beyt'dən. Bəli. Arz edeyim ki, bu ayet delaleti vardı ber ismet. Hazreti Zahra masumdi. Xud Resulullah kimin? Elə Resulullah kimin masumdi. Bəli. Ve imamlar kimin masumdi. Masum. Bəli. O birisi ayet illel meveddete fil qurba. Qurbayı yani Resulullah'ın qurba o yakıntarın adamlar Resulullah'a. Həzrəti Zəhra da hamısından yaxındır. O birisi aya görürsən, ayəyi mübahilədir. Allahu Ekber.
که آیه مباهله ده نساؤکم صرفا Hazreti Zəhradır sallallahu aleyhi. Yəni bütün müfəssirlər də deyirlər ki, oradakı qadın ki gəldi mübahilədə Həzrət Zəhra idi. Fəqət Hazreti Zəhranı gətiribdi. O qədər xanımlar var imişlər. Bəli. Hazreti Zəhranı fəqət gətiribdi Resulullah. Mübahilə hadisəsində bunları hər birisini inşallah qabaqlarda inşallah bunların hamısını mən izah edəcəyəm. İnşallah. Resulullah'dan sallallahu aleyhi ve aleyh hadis çok gəlibdi. Məsələn, oxuram o cür ki siz istədiniz. Fatimətu seyyidətu nisa'il mu'minin. Allahu Ekber. Emirul mu'minin, seyyidul muslimin, seyyidul mu'minin. Hazreti Zəhra seyyidətu nisa'il mu'minin. Nə gözəl ailədir, ağa. Qadın, xanım, belədir ki, mümin qadınların və bütün qadınların, xanımların böyüdür. Bəli. Və ağası da, yəni Əli əleyhissalam, Bəli. o da Bəli. bütün müminlərin, bütün insanların. Və Fatimətu seyyidətu nisai əhlil cənnə. Bəh, bəh, bəh. Emirul müminin qaidul gurril muhaccəlin ilə cənnatin nəim. Bəli, bəli. Və Fatimə-i Zəhra Fatimətu seyyidəti nisai əhlil cənnə. Ağa elə belədir ki, buyururlar həmküffüdülər. Həmküff yəni Həmküfdülər. məqamda Həzrət Zəhra ilə Əli əleyhissalam bir məqamdaydı ki, ailə qura bildilər. Bəli. Düzdür. Bəli, o cürdür. O birisi hadis buyurur ki, Fatimətu seyyidətu nisa'il aləmin. Bəli, bütün aləmdəki qadınların böyüyüdür. Seyyidətu nisa'il aləmin. Görürsünüz ki, bu hadis elə çox əhli hadis rivayət ediblər əhli sünnətdən və mühimdir, çox mühimdir bu hadis. Ki innəlləhə yəğzibu li qəzəbi Fatimə və yərza li rizaha. Allahın rizayəti Həzrətin rizayətidir, Zəhranın rizayətidir. Həzrəti Zəhranın qəzəbi Allahın qəzəbidir. Ağa elə ikinci sualım bu olacaqdı sizdən ki, burada görürük ki, milak, mehvər, yəni uzad ki vardı, görürük Allah qəzəb edir, baxır Həzrət Zəhra qəzəb eləyənə qəzəb eləyir. Milak bu barədə istəyəcəyim sual eləyəm ki, insan nə qədər yuxarı gedər ki, Allaha müqərrəb olar, yoxunlaşar ki, Allah təbarək və təala demir, Həzrət Zəhra Allahı sevir. Allahdır ki, baxır, Həzrət Zəhra sevəni sevir. Bu barədə bizə bir ikinci sualım bu olacaqdı. Bu çox bizi maraqlandıran bir sualdır. Bəli. Və bu deyil ki, Həzrəti Zəhra məsələn, dünyaya xatir bir kəsdən qəzəbnak olsun. Qətiyyən gələk bu cür olar da, bəli da. Həzrəti Zəhranın məqamı o məqam deyil ki, dünyaya xatir, mal dünyaya xatir bir kəsdən qəzəbnak olsun. Əgər qəzəbnak olsun Həzrəti Zəhra bir kəsdən, Allaha görə qəzəbnak olur. Allaha xatir. Allaha xatir qəzəbnak olur. O vaxt Allaha xatir qəzəbnak olsun, Allah da qəzəb eləyər. Yəni, Həzrət Zəhranın bütün həyatında nə mənə var? İlahi baxışdır. İlahi fəqət və fəqət ilahidir. Nə qədər bir insan yuxarı gedib. Bəli. Və bu cəhətdir ki, girirsiniz, Peyğəmbər Əkrəm buyurur, İnnəmə Fatimətu bəzətun minni. Allahu Ekber. Bu hədis belə bir hədisdir ki, mən görmüşəm, yekə əhli hədis, əhli sünnətdən deyirlər, bu hədis dəlaləti vardı ki, Həzrəti Zəhra xulafadan da əfzəldir. Fəziləti onlardan da çox rahat. Allahu Ekber. Ağa, elə Cənab-ı Süheyl'dəndir güya. Əbulqasım Süheyli yekə mühəddisdir. O Sirə-i İbn-i Hişamı şərh eləyibdi. Şərh-i Sirə-i İbn-i Hişam bu Əbulqasım Süheylinin kitabıdır.
Çox yekə mühəddisdir Əbulqasım Süheyli. Orada gətirir kitabında ki, əfzəlü minəş-şeyxeyn. Və əfzəl minəş-şeyxeyn. Xanım Fatimə Zəhranın. Həzrəti Ali əleyhissalamı demirlər əfzəl minəş-şeyxeyn. Amma xanım Fatimə Zəhra. Xanım Fatimə Zəhranı deyirlər əfzəl minəş-şeyxeyn. Allahu Ekber. Bəli, bu mətləbi siz görəsiniz, həmun şərh-i Sirə-i İbn Hişamda deyirik, oradan da ayrı kitablarda gəlibdir bunun sözü. Məsələn, kitabı Feyzul Qədir vardı ki, hədisləri şərh edibdi, izah veribdi hədisləri. Bu hədisə yetişəndə deyir, bu hədis Əbulqasım Süheyli və ondan sonra mühəddisin deyirlər ki, bu hədis mənası budur ki, Həzrəti Fatimə Zəhra şeyxəyindən əfzəldir. Fəziləti onlardan çoxraqdır. Pəs siz görürsünüz, bu nəticəni biz ələ gətiririk ki, əgər Xudaya nəkərdi Həzrəti Zəhra, Allah o qabağa gətirməsin. Allah uzaq eləsin. Bir kəsə qabağa gətirməsin ki, görəsən Həzrəti Zəhra bir kəsdən qəzəbnak dünyadan gitsin. Allahu Ekber. Dayı, yəni o Allahın qəzəbi onu olacaq. Bəli. Yəqin Allahın və Rəsulullahın qəzəbi və Əhl-i Beytin qəzəbi və mələikə və bütün müsəlmanlar qiyamətə kimin qəzəbnak olacaqlar. O da qəzəbnak olmaqlıqda ilahidir. İlahidir. İlahidir ki, Allah buyurur ki, İnnəllaha. Məsələ dünyəvi deyir və Allaha xatirdir. Ağa, bir dənə axırıncı sualım əlbəttə olsun. Bir dənə axırda sizdən bir xahişim olacaq. Bu, bəzən biz hədislər görürük, yəni mərifət tapmaqlıq həqiqətəni çox-çox çətindir, çox-çox çətindir. Amma bir balaca bizə lütf eləyəsiniz, şər eləyəsiniz, izah eləyəsiniz ki, bəzən görürük ki, Leylətul Qədr ki, o əzəmətlikdə xayrun min əlfi şəhri, 1000 aydan belə qabaqdır, yəni bir insanın ömrü qədər. Görürük rivayətlərdə, hədislərdə var, Həzrəti Zəhra Leylətul Qədrdir. Yəni bir insan onu Həzrəti Zəhra salamullahi aleyhə başa düşsə, elə bir ömrünün bəhrəsini götürübdür. Buna bizə ağa bir izah buyurasınız. Bu hədisin mənası budur ki, elə o cür ki, Leylətul Qədri Allah subhanahu teala bu qədər məqam veribdi, əzəmət veribdi ki, xeyrun min əlfi şəhər Həzrəti Zəhrada o cürdür. Allah. O cür əzəməti vardır. Allah. O yandan görürsən ki, Leylətul Qədri heç kim tanımayıbdır. Və ma ədrakə. Heç kim bilmir Leylətul Qədr nə vaxtdır. Həzrəti Zəhranın qədrini də heç kim bilmir. Necə ki, qəbrini Leylətul Qədr gizlindir və Həzrəti Zəhra məqami gizlindir, qəbri də gizlindir indiyə kimi. Allahu Ekber, Allahu Ekber. Çox gözəl bəyan edir. Bəli. Allahu Ekber. Bir dənə axırda xahişim xidmətinizdən budur və bilirəm ki, hörmətli mömin qardaşlarda Həzrəti Zəhra balasından xahişi var, axırda bizləri dua eləsin, amma and versin Həzrəti Zəhraya. Bütün çoxları məndən istəyiblər, qardaşlarım Azərbaycanda. Hamısı istəyiblər dua eləyəs haqqılarında, hacətləri vardı, müşkülləri, problemləri var həyatlarında. Bir dua eləyəs. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Allah bizim mərifətimizi Həzrəti Zəhraya artıqsın. İlahi amin. Və imanımız gün be gün qüvvət tapsın. İlahi amin. Və bizim giriftarçılığımız və nə hacətimiz var. Bəli. Bir bərəkət-i Sədiqə-i Tahirə və bilin ki, Həzrəti Zəhranın dünyaya gəlməqidir. Allaha and veririk ki, bizim dualarımızı müstəcab eləsin, müşkilatımızı həll eləsin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Allahümme salli ala Muhammed və ali Muhammed və əcdlər.